Bəli, bura gördüyünüz kimi Kəlbəcərin demək girişində çatmamış, Kəlbəcəri çatmamış olan Eymhans kəndi, Kuzey Çiskin kəndi. Bəli, buranın körpüsü ilə bağlı bir müddət əvvəl çəkiliş eləmişdim. İnanıram ki, inşallah gələcəkdə Allah qoysa buranın da körpüsünü inşallah düzəldərlər. Və mən nəyə getdim? O Kəlbəcəri istəyirəm ki, burada bir arıçılarımız var. İstəyirəm gedəm yanına. Onların gördüyü işlərdən, təsərrüfatlarından, uğurlarından, nəticələrindən paylaşım eləmək istəyirəm. İnşallah. Gedək görək biz məmnun olanların ağarırlar. Əlbəttə ki, hər bir kəndə girəndə biz şəhidlərimizin qarşısında baş əyməliyik. Mən şəxsən Vüsal Kəlbəcəri, Quliyev Mahirli Mikayılov Azərin qarşısında mən Vüsal Kəlbəcəri olaraq baş əyirəm. Şəhidlərimizə rəhmət eləsin. Bunların səbəbinə görə biz gəlib, bura çıxmışıq. Amma istəyirəm ki, onun qarşısındakı otları da yolam və biz Kəlbəcəri olaraq onu eləmək istəyirəm. Öz içimdən gəlir və baba bunu öz içimdən gəlir. Allah rəhmət eləsin. Biraz da olsa təmizlədim. Şu qağıtları təmiz düşsün. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Torpaqların nurdan da olsun. Bəli, Kuzey Çiskin kəndinə gedən yol göstərmişsə, gör nə gözəl yerlərdir. Çiskin kəndinin yoludur. Çox gözəl bir kənddir. Kənd haqqında sizlərə məlumatlarını verəcəm. Allah gəlmişəm dayımız gələ, qoy gələk bir Kuzey Çiskin kəndinin sakinlərdir. Düşək görək bizi necə qarşılayırlar. Salam əleykum. Bir dəqiqə. Nətərsiniz? Necəsiniz? Xoş gördük. Kəlbəcər rayon Kuzey Çiskin kənd sakini. Çox gözəl. Kuzey Çiskin kəndinin necə qonaqpərvər olduğunu bilirəm. Allah razı olsun. Və bura yəqin sizin eviniz olub əvvəlcə, eləmi? Mənim ata evim olubdu. Adı nədir atanızın? Əli kişi. Əli kişi. Şahmuradoğlu. Allah rəhmət eləsin. Bəli, bura gördüyünüz kimi bizim əmimiz oğlanları olan Kuzey Çiskin kəndinin sakinləri. Görürsünüz, Allahın bu günlərdən şükürlər olsun ki, öz dədə-baba yurtlarında Allah erməni lənət eləsin. Baxın, gördüyünüz kimi evi darmadağın dağıdıbdılar. Gördüyünüz kimi, bax, bura ermənilərin Allah lənət eləmişlərin dağıtdığı evdir. Vaxt olub bu evdə bizim onlarla əmlərimiz, dayılarımız, yaxınlarımız. Baba neçə evlad olub? 5 evlad. 4 oğlan olub. Bəli. Sələr olubdur. Bəli. İndi də gəlibdilər burada bir təsərrüfatla məşğul. Yəqin ki, arıçılıqla məşğulsunuz, yoxsa? Bəli, arıçılıqla məşğuluq. Bəli, bu kəndi gözəl çəkirəm, işıqlandırıram. Bu günlərim Kuzey Çiskin kəndini inşallah sizə təqdim edəcəm. İnsanların qonaqpərvərliyi ilə danışacağam və gözəlliyi ilə danışacağam. Sağ Kəlbəcəriyə baxın. Salam əleykum. İnşallah gözəl günlərə gələk. İnşallah. Gedək görək bizim Arılar çox Ağdərədədir. Hə, çox. Bir hissəsini gətirmişəm. Min şükürlər olsun bu günlərə. Çox gözəl təbiətin qoynunda yerləşir. Gördüyünüz kimi eşq olsun əmimiz oğlanlarına, eşq olsun qardaşlarımıza. Bəli, gördüyünüz kimi oturub çiftdilər, yığıbdılar və inşallah eşq olsun. Təzə meyvə ağacları gətirib əkmişəm. Eləmi? Bunlar təzə əkilibdir. Bunlar təzə əkmişəm. Gözəl. Bunlar hamısı təzə əkilibdir. Bəli, bu o deməkdir ki, biz ata-baba yurdumuza qayıtmışıq. Bu o deməkdir ki, biz nənələrimizin, babalarımızın yurduna qayıtmışıq. Bu o deməkdir ki, ay ermənilər, sizlər heç kimsiz və bizlər hər zaman varıq, hər zaman da var olacağıq. Amin. Mənim ürək sözləri, bugün 2026-cı il, 9 iyul tarixidir. Ürək sözləriniz nədir? Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Məkanları cənnət olsun. Qazilərimizə də Allah can sağlığı versin, sağlam ömür versin. Əsgərlərimizi Allah qorusun, sizi də Allah qorusun. Mən çox baxıram, TikTokda sizləri izləyirəm. Təşəkkür ederim. Bütün Kəlbəcərin, eləcə də Azərbaycan Respublikasının bütün hər yerlərindən sizin səsinizi mən eşidirəm. Təşəkkür ederim. Kuzey Çiskin cəmaatına eşq olsun. Bizim kəndimiz çox gözəl kənd olubdur. Bizim qonaqpərvər cəmaatımız olubdur. Allah canınızı sağ eləsin. Gözəl yaşınıza xoş gəlmişsiniz. Təşəkkürlər. Çox sağ olun. Eşq olsun sizin kəndin ziyalılarına, salamlarına, gənclərinə, insanlarına, analarımıza, bacılarımıza. Təşəkkürlər. Sağ olun, qardaş, sağ olun. Bəli, gözəl Kuzey Çiskin kəndi. Kuzey Çiskin kəndi, gözəl. Allah rəhmət eləsin şəhidlərimizə. Mayor Mikayılov Azər Əmrahoğlu. Allah rəhmət eləsin. Və mən Vüsal Kəlbəcəri bütün şəhidlərimizin qarşısında baş əyirəm. Bir daha baş əyirəm. Allah torpağın nurla da olsun. Bəli, gedir indi kənd əhalisini çəkməyə. Demək yayılıq gəldim. Demək qarşıma ev çıxdı bir dənə də. Bu evə də düşək görək.
əmioğullarımız hardalar. Baxın. Demək, Allahın bu günlərindən şükürlər olsun ki, hamı öz təsərrüfatla məşğuldur. Görə əmioğullarla ağırlar. Siqnal verək görə haralardarlar. Əmimiz oğlanları. Bəli. Bura vaxt olur, ev olubdur. Gördüyünüz kimi. Bəli. Görün nə gözəl yerdə yerləşir, hörmətli izləyicilərimiz. Baxın da. Görün nə gözəl kənddir. Baxın. Eşq olsun Kuzey Çiskin kəndinin cəmaatına, buranın insanlarına, buranın qonaqpərvərliyinə eşq olsun. Bizim əmimiz oğlanlar görək biz necə qarşılayırlar. Gedək görüşək. Eşq olsun əmimiz oğlanlarına. Salam əleykum. Bəli, əmi ol deyir ki, qapı açıqdır hər zaman. Biz Kəlbəcərlərin üzərinə gördüyünüz kimi əmimiz oğlanlarına eşq olsun. Elə deyirlər. Nətərsiniz? Sağ olun. Gözəl günlərə. Sağ olun. Buradan saxlayın. Buyuram oğlu. Allah'ın bu günlərdə şükürlər olsun. Min şükürlər olsun. Və nə deyirsiniz? Ürək sözləriniz nədir? Şükür. Allah Teala şəhidlərimizə rəhmət eləsin. Amin. Qazilərimizə can sağlığı. Amin. Prezidentimizə Allah ömür versin. Amin. Allah xalqımızı qorusun, millətimizi qorusun. Amin. Çox şükür də 30 ildən sonra gəldik öz ana vətənimizə. 37 yaşımda çıxmışam bu kəndə. Bura sizin eviniz olub, elə mi? Bəli, bəli. Bura bizim ata evimiz. Ata eviniz olubdur. Ata evimiz olubdu. Allah erməni ilə rəhmət eləsin. 37 yaşımda buradan getmişəm. Ən yaxşı vaxtımda. Bəli. Nəysə, Siz qayıtdıq gəldik. Hə, bəli. Bu vəziyyətlə hər yan darmadağın. Bəli. Gəlib özümüzə burada heç yerdə dözə bilmirəm. Heç yerdə. Allah erməni lənət eləsin. Min ləhnət eləsin. Min Gördüyünüz ləhnət. kimi bura evdir. Ermənilər darmadağın dağıdıbdılar. Burada bizim nənələr, babalar, atalar olubdular. Allah erməni lənət eləsin. Amma Allahın bu günlərindən şükürlər olsun. Şükür, şükür, çox şükür. Çox şükür. Gəl o deyək, qardaşım şəhid olun mənim. Allah rəhmət eləsin. Mahir deyək şəklində. Şəkildə orada çəkdim, qarşısında baş əyidik. Sizin qardaşınız deyil mi? Bəli, bəli, bəli. Bizim ən balaca qardaşımızdır. Qarabağ müharibəsində şəhid oldu. Allah rəhmət eləsin. Allah ölənlərimizə rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hamısının Amin. qarşısında Hamı çox borcluyuq, çox borcumuz var ki, onların qanı bahasına gəlmişik. Ancaq bizim fikrimiz başqa yerdə yox, öz kəndimizdə, öz məhəlləmizdə məskunlaşmaqdır. İnşallah. Dədə-baba yurdumuz. İnşallah. Eşq olsun 37 vətənimizə, Bəli. eşq olsun xalqımıza, eşq olsun dövlətimizə, eşq olsun dövlətimiz başçısına. Bəli, o cümlədə bu kəndin fəxrli ziyalılarından istəyirəm danışaq. Biz bilirik ki, Əlösət də bu kənddəndir. Bu Allah kənddən bilsin, bəli. qardaşımdır. Bu evdə böyükdür, boya başa çatıb. Bəli. Kəndimizin müəllimləri olub, Sabir müəllim olub, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Yaxşı müəllimlərimiz olub, Hadisanın savadlı müəllimlərimiz. Ələkbər müəllim olubdur, Yeznəmiz bacımın yoldaşı. Suxay müəllim var, oğlu uşaqları ya hərbiçidirlər. Başqa kəndin ziyalıları, Əmrah rəhmət müəllim olub, ziyalılarına. şəhid olan Azər Mütəs Əmrah müəllim olub. Nə belə də çox Allah rəhmət eləsin şəhidlərimizə. yaxşı ağsaqqallarımız olubdur. Mənim atam demirəm, kəndin demək olar ki, ağsaqqalın bir kəlmə sözünü heç kəs yəni şey eləyə bilməzdi, deyə bilməzdi ki, bu yəni Sözün üstünə sözü söz sözün verir. üstünə söz deyən ola bilməz. Allah rəhmətə gedən ağsaqqallara rəhmət, qalanlara can sağlığı versin, şəhidlərimizə də rəhmət eləsin, ziyalılara can sağlığı versin. Amin, amin. Kəndin müəllimləri, yazıçıları, tanınmış simaları var. Onlardan bir də Əlösət müəllimdə Allah Əlösət müəllimə can sağlığı versin. Sağ ol, Bəli, sağ ol. təşəkkür edirik. Əlösət müəllim sizə təşəkkür sağ ol deyirik və minnətdarlıq bildiririk. Bugün 2026-cı il 9 iyul tarixində biz sizin qonağınızdıq. Sağ Təşəkkür. olun, var olun, Allah canını sağ eləsin, həmişə gəlin. Təşəkkürlər. Nə bilim, belə də kənddə gəlib Gözəl günlər. Sağ olun. daimi qalmaq istəyirik, ondayım ki. İnşallah. Onlarla bağlı çəkiş gələndə. Sağ olun. Sənin adın nədir? Nur. Kimdir? Nur. Nurudur. Nur. Nurdur. Nurbaşım. Ay maşallah. Bala, sən Kəlbəcərimizin qızısan, gözəl qızısan inşallah. Arzu edirik ki, ən yüksək balla ali məktəbə qəbul